Hər birinizi salamlayıram. Mən Stara Müzəffər, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə Azərbaycan tarixindən müstəqillik dövrünün izahı olacaq. Amma bu bölməni biz 3 dərsə paylaşacağıq. Birinci danışacağımız isə 1988 və 1994-cü illər daxil olmaqla olacaq. Yəni əsasən 1-ci Qarabağ müharibəsinin əhatə etdiyi dövr və bu dövrdə sizin əsas ağırlığınız buradakı hadisələrdədir. Növbəti hissə olacaq 1995-2003-cü illər arası daxil olmaqla. Üçüncü hissəmizdə də artıq 2003-cü ildən sonraki proseslərdən danışacağıq. Mövzuya keçməzdən öncə bəzi məlumatlar vermək istəyirəm sizə. Daha çox mövzular gəlir ki, Azərbaycan tarixində izah edilməmiş hissələr var. Bu hissələr hansılardır? Birincisi Nadir Şah Əfşar, xanlıqlar və Rus Qacardır. Mən əvvəlki video izahlarda da qeyd etmişəm ki, bu bölmələrin izahı olmayacaq. Çünki 2024-25-ci illərdə bu bölmələrin izahı olub və hər hansı yenilik yoxdur deyə bu izahı paylaşmayacağam. Nadir Şah Əfşardır, xanlıqlardır, Rus Qacardır. Bunların öncəki izahlarına baxa bilərsiniz. Azərbaycan tarixində son qalan bölməmiz budur və 2-ci Qarabağ antiterror. 2-ci Qarabağ antiterrorun izahı olub, amma yeni videoda paylaşacağım. Ona görə də narahat olmayın. Ümumi tarixə gəldikdə isə əsasən abituriyentlər üçün ümumi tarixdə bütün videolarımızın izahı var. Həm 1-ci Dünya müharibəsindən sonra, həm 2-ci Dünya müharibəsindən sonra. Çünki o mövzular onsuz da yeni paylaşılıb, 2025-ci ildə paylaşılıb. Bu il üçün də ciddi dəyişikliyimiz yoxdur deyə o videolar qüvvədədir, onlara baxa bilərsiniz. Amma bəzi yeniliklər var ki, əsasən miqrə sertifikasiyanı əhatə edir deyə. Ümumi tarixdə də qalan bölmələrimiz 1-ci Dünyadan sonra və 2-ci Dünyadan sonra dövlətləridir. Onlar da yavaş-yavaş imtahana qədər paylaşılacaq. Əlavə olaraq imtahanın son həftəsində biz mədəniyyət mövzularına dönəcəyik. Əsasən abituriyentlər üçün nəzərdə tuturam bunu. Azərbaycan tarixindən mədəniyyət videoları paylaşılacaq. Sonra dərslər barədə qeyd etmək istəyirəm. Hal-hazırda, yəni ki, abituriyentlər üçün may imtahanına qəbul götürmürük. Çünki imtahana zaten 20 gün qalıb. Qəbullarımız yoxdur, qruplarımız doludur. Sertifikasiya imtahanı üçün son sürət qrupumuz başlayır 4 maydan etibarən. Orada da yenə eyni şəkildə qruplarımız doludur, əlavə qəbul götürmürük. MİQ imtahanı üçün qoşula bilərsiniz. Əgər məlumat əldə etmək istəyirsinizsə, inşallah mayın 5-dən etibarən MİQ imtahanı üçün də son sürət qrupumuz başlayır. Ətraflı məlumat üçün nömrəyə yaza bilərsiniz. Burada aşağıda qeyd elədim. Bir də ən önəmli və vacib bir məsələni qeyd etmək istəyirəm. Bu da 10-cu siniflər üçün, yəni sentyabrda inşallah 11-ci sinif olacaq abituriyentlərimiz üçün yay baza dərsləridir. Yəni mən indiyə qədər baza dərsləri keçməmişəm, amma bu ildən başa düşürəm ki, çox ehtiyac var buna. Niyə ehtiyac var? Çünki sentyabrda uşaqlar dərsə qoşulurlar, düzdür həvəslə qoşulurlar, həftədə 3 dəfə olur dərslərimiz. Zaten biz proqramı elə qururuq ki, dekabrda yanvarın ilk 10 günlüyündə bitir və onlar buraxılışa qədər rahat buraxılışa fokuslana bilirlər. Amma bu sentyabrdan ki, dərslər başlayır, istər-istəməz ilk verəcəyiniz imtahan buraxılış imtahanı olur deyə əsas fokus onun üzərində olur. Və məsələn, uşaq gəlir, deyir ki, bugün filan şeyi çatdırmamışam, niyə? Riyaziyyatdan, nə bilim, müəllim 500 dənə test vermişdi, onu yazırdım ya Azərbaycan dilindən və mən onu başa düşürəm ki, uşaqlar birinci hansı imtahanı verəcəklərsə ona fokuslanırlar və o uşaqlar buraxılışdan sonra bloka fokuslanmaqda çətinlik çəkirlər. Yəni blok sanki bir ikinci planda qalır, geri planda qalır. Ona görə mən düşünürəm ki, bu yaydan etibarən iyun, iyul, avqust aylarında bazı dərslərimiz olacaq. 10-cu siniflər üçün də hansı uşaqlar ki, onlar artıq 11-ci sinif olacaqlar sentyabrda. Bazı dərslərimiz həftədə 2 dəfə olacaq 90 dəqiqə müddətində. Bu bazı dərslərində biz birinci hissə mövzularını yekunlaşdıracağıq. Yəni sıfırdan birinci hissə mövzuları bitəcək. Çünki birinci hissə mövzuları bizim imtahanda 16 sualımızı əhatə edir. Birinci hissəni bitirəcəyik. Artıq sentyabrdan dərslərimizə davam etdikdə dərslərimiz olacaq həftədə 3 dəfə. Bu 3 dəfənin 2 dəfəsində ikinci hissə mövzularını keçəcəyik. Digər bir günümüzdə isə yay baza dərslərində keçdiyimiz birinci hissə mövzularının təkrarı olacaq. Yenə də ətraflı məlumat üçün nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi isə gələk, məncə hər şey dedim, dedim. İndi isə gələk müstəqillik dövrünə. Ümumiyyətlə, bu dövr qarışıq dövrlərdən biridir, çətin dövrlərdən biridir. Kitabdan filan oxuyanda, yəni düşünə bilərsiniz ki, bu nədir, mən öyrənə bilmirəm, çətindir. Çünki kitabda elə yazılır ki, bir hissədən danışır, tutaq ki, o hissədə 90-91-ci illərdən sonra bir də görürsünüz, qayıdır 89-cu ilə, 94-dən qayıdır, sonra gəlir 93, yəni qarışıqlıq olur.
Mən öz abituriyentlərimə də belə keçirəm, sizə də belə tövsiyə edirəm, izahda da belə eləyəcəm. Bu dövrdəki hadisələri siz il-il öyrənməlisiniz və hər ildə ən əsas lazım olan hadisələri. Yəni bu həm MİQ üçün də keçərlidir, həm sertifikasiya üçün, həm də abituriyent üçün. Yəni bütün məlumatları, xırdalığı yadda saxlamağa ehtiyac yoxdur. İndiki dövrdə əsas məqsədimiz qoyulan testlərin quruluşuna görə məntiqi mülahizə yürüdüb, analiz edə bilib, səbəb-nəticə edə bilib, həmin o əsas verilənlərin içərisindən testi yazmaqdır. Ona görə bugün yalnız 1988-94-cü illər aralığından danışacağıq və təbii ki, bu mövzu həm abituriyentlərdə, həm MİQ-də, həm də sertifikasiyada sizin qarşınıza sual olaraq mütləq şəkildə çıxacaq. Abituriyentlər üçün bir sualdır, istisnasız Azərbaycan müstəqillik dövrü, MİQ və sertifikasiyada isə 2 sual olaraq qarşımıza gələ bilər. Başlayaq izahımıza. Başlayırıq 1988-ci ildən. 1988-ci ilə görək bizə lazım olan hadisələr hansılardır? Yazıram bura mərkəzə 1988. İlk olaraq nə görürük 1988-də? 88-ci ildə ilk yadda saxlayacağımız hadisə, saat istiqamətində belə gedəcək, Azərbaycanlıların Qərbi Azərbaycandan, yəni Ermənistan SSR-dən deportasiyasının ikinci mərhələsi başlayır. Qərbi Azərbaycandan deportasiyanın ikinci mərhələsi. Bu mərhələ 1988-ci ildə başlayır, 1991-ci ildə yekunlaşacaq. Qafan Mehridən ilk qaçqınlarımız gələcək, Nüvədi kəndi də boşaldılacaq, bu proses bitəcək. İkinci mərhələ başladı. Həmən yadımıza salmalıyıq ki, ikinci mərhələdirsə bu, bəs bunun birinci mərhələsi nə vaxt olub? Deməli, birinci mərhələ olub da biz indi 1988-də ikinci mərhələdən danışırıq. Qərbi Azərbaycandan Azərbaycanlıların deportasiyasının birinci mərhələsi isə 1948-1953-cü illərə əhatə edir. Bunu da bir məlumat olaraq yadımızda saxladıq. İkinci mərhələmiz 88-də başladı, 91-də bitdi. Daha sonra 1988-ci ildə Azərbaycanda rəhbərliyi dəyişir. 82-ci ilə qədər Azərbaycan SSR-yə Heydər Əliyev rəhbərlik edirdi. Ondan sonra gəldi 82-88-ci illərdə Kamran Bağırov. Kamran Bağırovdan sonra isə 1988-ci ildən biz artıq Əbdürrəhman Vəzirovu görürük. Əbdürrəhman Vəzirov. Əbdürrəhman Vəzirovda kitabda qeyd edilir ki, SSR-nin Nepalda, Pakistanda səfiri olub deyə Azərbaycan dilini yaxşı bilmir, ona görə idarə etmə sistemi onun dövründə zəifləyir. Abituriyentlər üçün də çox ehtiyac yoxdur. Daha sonra üçüncü məlumatımız nədir? Bu dövrdən etibarən artıq 88-ci ildə SSR-nin süquta doğrudur. 85-ci ildə Qarbaçov gəlib və yenidən qurma, sürətləndirmə, aşkarlıq konsepsiyalarını irəli sürüb. Bu da istər-istəməz SSR-yə tabi olan ərazilərdə milli azadlıq hərəkatlarının baş verməsinə səbəb olacaq. Yəni bu yenidən qurma, sürətləndirmə və aşkarlığın yaratdığı imkanlar. Həmçinin bu milli azadlıq hərəkatı da milli münaqişə ocaqlarının yenidən alovlanmasına səbəb olur. Milli münaqişə ocaqları dedikdə də əsasən SSR-də Ermənistanla Azərbaycan arasında olan Qarabağ məsələsi nəzərdə tutulur. Qarabağ problemi yenidən gündəmə gəlir, yenidən aktivləşir, ermənilər yenidən fəallaşırlar. Buna görə hətta 1988-ci ildə biz Sumqayıt hadisələri görürük. Sumqayıt hadisələri, Sumqayıt fitnəkarlığı da deyilir buna. Ermənilərin əli ilə bir neçə erməni öldürülür Sumqayıtda və burada Azərbaycanlılar təqsirkar bilinirlər. Daha sonra 88-ci ildən deyəcəyimiz əsas hadisələrdən biri Topxana meşəsi hadisəsidir. Dördüncü burada yazacağıq. Şuşada Topxana meşəsi hadisəsi. Nədir Topxana meşəsi hadisəsi? Belə ki, ermənilər orada Şuşanın Topxana meşəsini qırırlar. Dağlıq Qarabağ Muxtar Vilayətindədir. Şuşanın Topxana meşəsini qırırlar və orada özləri üçün lazımlı bəzən infrastruktur obyektləridir, fabriklər, zavodlar, belə şeylər açmaq istəyirlər və təbii ki, buna Azərbaycanlılar etiraz edirlər. Bu etiraz başlayır 1988 noyabr ayının 17-sində. Ona görədir ki, biz noyabrın 17-sində başlayan günü, həmin hadisəni hal-hazırda milli dirçəliş günü kimi qeyd edirik. Milli dirçəliş. Niyə? Çünki 1 milyona yaxın insan azadlıq meydanına toplaşır və ermənilərin bu hərəkətinə bir növ etiraz edir. 1988-də. Milli dirçəliş günüdür. Dekabr ayının 5-nə qədər davam edəcək. Təbii ki, dekabr ayının 5-də də hərəkat yatırılmış olacaq. Bu hərəkatda biz AXC-nin 3 rəngli bayrağını qaldıracağıq 88-ci ildə. Yəni 88-də əsas deyəcəyimiz hadisələr bunlardır. Qərbi Azərbaycandan deportasiyadır, Vəzirov gəldi, Sumqayıt hadisələri və Topxana meşəsi. Abituriyentlər üçün əsas yadda saxlanmalı olan hadisə məhz elə Qərbi Azərbaycan deportasiyadır. Digərlərindən demək olar ki, çox da istifadə etmirlər, amma MİQ və sertifikasiya üçün önəmlidir. Qeyd elədinizsə, mən 88-i silim, keçək 89-a.
Təbii ki, bir də məsələn izahda, rəylərdə qeyd edirlər ki, hər şeyi demədiniz. Yəni mən təbii ki, hər şeyi deməyəcəm. Əgər mən hər şeyi desəm, siz özünüz kitabı nə zaman oxuyacaqsınız? Və indiki dövr elə dövrdür ki, salınan sualları görəndə, istifadə edilən test tapşırıqlarının formalarını görəndə, yəni fərqi yoxdur hansı istiqamət üzrə hazırlaşırıqsa, biz mütləq şəkildə kitabı bir dəfə də olsa oxumalıyıq. Yəni o kitab cümləsini görməliyik. Mən sadəcə burada sizə istiqamət verirəm və əsas yerləri qeyd edirəm. Gəldik 1989-cu ilə. 89-cu ildə hadisələrimiz biraz genişlənir. Niyə genişlənir? Bu, Qarabağdakı topxana prosesindən sonra ermənilər Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə təbii ki, yenə çıxışları var və bunun üçün əməli addım atmaq istəyirlər. Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəetmə komitəsi yaradırlar. 1989-cu ildə Dağlıq Qarabağ Muxtar Vilayətində yanvar ayındadır, XİK yaradılır. Yəni xüsusi idarəetmə komitəsi. Dağlıq Qarabağ Muxtar Vilayəti yadımıza salırıq. Nə zaman yaranmışdı? Yaranmışdı 1923-cü ildə. İndi 89-cu ildə biz gördük ki, Dağlıq Qarabağda xüsusi idarə komitəsi yaradıldı. Ondan sonra 1989-cu ildə Azərbaycanda bir partiya yaranacaq. Partiyamız Azərbaycan Xalq Cəbhəsidir. Xalq Cəbhəsi Partiyası. 89-cu ilin yayında yaranacaq. Xalq Cəbhəsi Partiyasının rəhbəri də Əbülfəz Əliyev, yəni Əbülfəz Elçibəydir. 89-cu ildə yarandı bu partiyamız, yəni Azərbaycanda 2-ci Respublika dövründə partiya yaranıb 89-cu ildə. Daha sonra 89-cu ili davam etsək, 89-cu ilin gəlirik sentyabr ayına. Sentyabr ayında belə bir qərar qəbul edilir. Bu Dağlıq Qarabağ məsələsinə görədir. Çünki SSR də Dağlıq Qarabağı bir növ bizim tərkibimizdən çıxardıb Ermənistana vermək istəyirdi. Belə bir planları var idi. Azərbaycan hakimiyyəti, Azərbaycan rəhbərliyi bu qərarın qarşısını almaq üçün Azərbaycan SSR-nin suverenliyi haqqında konstitusiya qanunu qəbul edir. Yəni ki, bu konstitusiya qanunudur. Yəni ki, Azərbaycan SSR-nin sərhədləridir, onun haqqında vacib qərarlardır, yalnız bizim özümüzə məxsusdur. Bizdən başqa heç kim bunu dəyişdirə bilməz, bizim qərarlarımızdan daha üstün qərarlar verə bilməz. 89-cu ilin sentyabrında Azərbaycan SSR-nin suverenliyi haqqında konstitusiya qanunu. Konstitusiya aktımızda olacaq, bunu ondan qarışdırmamalıyıq. Daha sonra gəlirik 89-cu ilin sonlarına yaxın. Təbii ki, Azərbaycanlıların etirazı öz məntiqi nəticəsini verəcək və noyabr ayında Dağlıq Qarabağdakı bu xüsusi idarə komitəsi ləğv ediləcək. Bunun üstündən bir xətt çəkdik. Xüsusi idarə komitəsi ləğv edildi. Ondan sonra 89-cu ilin sonuna yaxınlaşanda biz Gəncənin tarixi adının bərpasını görürük. Gəncənin adının bərpası. Gəncənin adı 2 dəfə dəyişdirilib. 1804-cü ildən etibarən Yelizavetpol idi. 1918-ci ildə AXC bunu dəyişdi, təzədən elədi Gəncə. Daha sonra SSR dönəmində, Azərbaycan SSR dönəmində Gəncənin adını Kirovabad eləmişdilər. Təzədən 1989-cu ildə Gəncənin tarixi adı bərpa ediləcək. Ən son olaraq 89-cu ildən deyəcəyimiz hadisə Azərbaycanlıların Sovet-İran sərhədini sökməsidir Araz çayı boyunca. Sovet-İran sərhədinin sökülməsi Araz çayı boyunca. Bu bilirsiniz nədir hal-hazırda? Azərbaycanda biz dekabrın 31-də yeni illə yanaşı həm də milli Azərbaycanlıların həmrəyliyi günü qeyd edirik. Dünya Azərbaycanlılarının həmrəyliyi günü. Bu hal-hazırda bizdə həmrəylik günü olaraq qeyd edilir. Bu gördüyünüz proseslər əhatə edir 1989-cu ili. Aydındır. O zaman qeydiniz götürdünüzsə, silirəm, keçirik 1990-cı il hadisələrinə. Artıq 90-cı ildə SSR görür ki, həm Azərbaycanda, həm Ermənistan, yəni ki, aramızdakı qarışıqlıqlar, problemlər bitmir. Azərbaycanda da belə, necə deyim, bu konstitusiya qanunundan sonra həm əhalinin içərisində də Sovetlərdən ayrılıb müstəqil olma ideyaları var. Yəni bu ideyalar bir növ fəaliyyətdədir də. Bu ideyalar artıq dirçəliş vaxtında, 88-in noyabrında dirçəlişdən üzə çıxmağa başlayıb və getdikcə aktivləşir. Ona görə biz ilk olaraq 1990-cı ilin yanvar ayında, yanvarın 19-undan 20-sinə keçən gecə 20 yanvar hadisələrini görürük. Və yaxud qanlı yanvar da deyə bilərik, qanlı yanvar hadisələri.
Sovetlərin 11-ci Qızıl Ordusu Bakıya daxil olur və burada ermənilərin əli ilə bir faciə törədirlər, 20 yanvar hadisəsi. Bu faciədən sonra Heydər Əliyev təbii ki, həmin dövrdə Rusiyadadır və faciəyə siyasi qiymət verir, bu faciə haqqında orada danışır. Ondan sonra 90-cı il proseslərinə davam etsək görək nələri görəcəyik. Bu proseslərdən sonra SSR artıq görür ki, süqutu yavaş-yavaş yaxınlaşır. Bu süqut yavaş-yavaş yaxınlaşma ərəfəsində olanda istər-istəməz müəyyən bir demokratik prinsiplərə keçmək istəyirlər. Bu prinsiplərdən biri, bunu 89-cu ildə qeyd eləyəcəkdim, unutdum. İndi burada kənarda qeyd eləyəcəm, siz bunu 89-cu il hadisələrinə yazın. 1989-cu ildə, necə ki biz dedik, Azərbaycanda yeni partiya yarandı, Azərbaycan Xalq Cəbhəsi partiyası və 89-cu il seçkilərində, artıq Ali Sovet seçkilərində çoxmandatlı sistem əsasında və yaxud alternativ əsaslarla seçkilər təşkil edilir. 89 çoxmandatlı və yaxud alternativ əsasla seçkilər. Bunun mahiyyəti nədir? Mahiyyəti başa düşmək lazımdır. Mahiyyət odur ki, Azərbaycanda həmin dövr üçün, SSR-nin özündə də, Azərbaycanda da əsas bir dənə partiya var idi. Digər partiyaların fəaliyyəti qadağan idi, tək partiyalı sistem idi. Bu partiyada Kommunist partiyası idi. Yəni digər partiyaların fəaliyyətinə icazə vermirdilər. Amma 89-cu ildə artıq bizdə Azərbaycan Xalq Cəbhəsi yaradılır. Çünki SSR buna icazə verir və həmin ildə keçirilən seçkilərdə artıq həmin o partiyalarda, yeni yaranmış partiyalarda iştirak edilə bilir deyə biz buna çoxmandatlı və yaxud alternativ deyirik. Yəni Kommunist partiyasına alternativ olan partiyada var, seçkidə iştirak edir. Bunu yadımızda saxlayaq. Sonra 90-cı ilə davam eləyək. 90-cı ildə həm SSR-nin özündə, həm də bizdə prezident vəzifəsi təsis edilir. Həm SSR-də, həm də Azərbaycan SSR-də prezident vəzifəsi var. Prezident. Bizdə konkret deyirlər ki, 90-cı ilin may ayındadır, amma SSR-nin özündə bizdən əvvəldir, sadəcə qeyd edilmir kitablarda hansı ayda olduğu. 1990-cı ildə may ayında Azərbaycanda prezident vəzifəsi təsis edilir və Azərbaycan SSR-nin ilk prezidenti Ayaz Mütəllibov olur. Ayaz Mütəllibov. Daha sonra 90-cı il proseslərindən biz danışsaq, Heydər Əliyevi görürük. Yayda gəlir Bakıya gəlmək istəyir, amma Bakıda onu qoymurlar qalsın, gedir Naxçıvana. 1990-cı ilin sentyabr ayında Heydər Əliyev həm Azərbaycan Ali Sovetinə, həm də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Sovetinə deputat seçilir. Heydər Əliyev həm Azərbaycan SSR-də, həm də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında deputat olur. Deputat 90-cı ilin sentyabrında. Sonra biz 90-cı ilin sonlarına yaxın Naxçıvanla bağlı məsələ görürük. Nədir bu məsələ? 90-cı ilin əvvəlində, yanvar ayında Naxçıvan belə bir qərar qəbul eləmişdi ki, biz SSR-nin tərkibindən çıxırıq. Yəni Naxçıvan SSR-nin tərkibindən çıxır da, biz onun tərkibində qalmaq istəmirik. Yanvar ayında bu qərarı verirlər. Artıq noyabr ayından etibarən 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından Sovet Sosialist sözü götürülür. 1. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından Sovet Sosialist sözü götürülür və olur Naxçıvan Muxtar Respublikası və AXC-nin üç rəngli bayrağı Naxçıvanın bayrağı olaraq qəbul edilir. Üç rəngli bayraq. Qəbul elədilər, Sovet Sosialisti götürdülər. Əla. Naxçıvan Muxtar Respublikası. Bir dənə də yazımıza salırıq ki, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası nə vaxt yaranmışdı? Bu da yaranmışdı 1924-cü ildə. Dağlıq Qarabağ Muxtar Vilayəti 23-də idi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası isə 24-cü ildə yaranmışdı. 90-cı ildən etibarən artıq oldu Naxçıvan Muxtar Respublikası. Sonra baxdıq ki, 90-cı il hadisələrimiz bunlardır. Yəni indi 90-cı il hadisələrini siləcəm. Biz Naxçıvanda bu prosesi görəndən sonra Azərbaycan SSR olaraq dedik ki, Naxçıvan eləyirsə biz niyə eləməyək? Ona görə 1991-ci ildə biz də belə bir qərar qəbul elədik. Gəldik 91-ci il hadisələrimizə. 1991. 1991-ci il fevral ayının 5-də Azərbaycan Ali Soveti Azərbaycan Sovet Sosialist Respublikasının adından Sovet Sosialist sözünü götürür. Artıq biz də oluruq nə? Azərbaycan Respublikası, amma hələ müstəqil deyilik, SSR-nin tərkibindəyik, sadəcə Sovet Sosialist sözünü götürmüşük. İkincisi isə yenə AXC-nin üç rəngli bayrağını qəbul edirik, olur bizim bayrağımız. Bu hadisə oldu 91-ci il fevral ayının 5-də.
olduq Azərbaycan Respublikası, üç rəngli bayrağı da qəbul etdik. Ondan sonra 91-ci ilin martında SSR-nin saxlanması üçün bir referendum keçirilir. Azərbaycanda həmin dövr hakimiyyət, yəni burada xalqdan söhbət getmir. Hakimiyyət bu referendumda iştirak edir və əsasən hakimiyyət referendumun yəni SSR-nin saxlanmasını qəbul edir. Yəni ona bir necə deyək, SSR-nin saxlanmasına tərəfdar olduğunu bildirir. Amma yəni bu əsasən hakimiyyətin ideyasıdır da, xalqın ideyası tam olaraq belə deyildi. Referendumda iştirak edirlər, xalqa da öyrədirlər ki, SSR qalsın, siz də bu referenduma dəstəkləyin. Sonra 91-ci ildə davam edəndə nələrdən qeyd edə bilərik? Baxaq görək. 91-də yavaş-yavaş əsas hadisələrimiz müstəqilliyə gələcək. Müstəqilliyə gəlməzdən öncə 91-ci ilin avqust ayında biz Azərbaycan Respublikasının müstəqillik haqqında bir azadlıq bəyannaməsi qəbul edirik. Azadlıq bəyannaməsi. Azadlıq bəyannaməsi. Sonra 91-ci ildə bizdə yenidən prezident seçkiləri olmalı idi. Bu prezident seçkilərinə yaş məhdudiyyəti gətirirlər və buna görə də Heydər Əliyev prezident ola bilmir və Ayaz Mütəllibov yenidən prezident olur sentyabr ayında. 91-in sentyabrında yenidən Ayaz Mütəllibov olacaq prezident. Heydər Əliyev də 91-ci ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri olacaq. 90-cı ilin sentyabrında deputat seçildi. 91-ci ilin sentyabrında sədr olacaq. Bunun altından bəzi məsələlər yazacağam. Ona görə bunun heç bir şey qeyd eləmirik. Keçirik bu biri tərəfə. 91-ci ilin sentyabrında Azərbaycan Kommunist Partiyası da buraxılır. Bitdi. Yadımıza salaraq Kommunist Partiyası nə vaxt yaranmışdı? 1920-ci ilin fevral ayında. 91-ci ilin sentyabrında da Azərbaycan Kommunist Partiyası öz fəaliyyətini dayandıracaq. Artıq biz yavaş-yavaş müstəqilliyə doğru addımlayırıq. 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya qanunu qəbul edilir. 1991-ci il oktyabr ayının 18-i qanunu nədir? Üzr istəyirəm. Konstitusiya aktı. Müstəqillik haqqında Konstitusiya aktı. Müstəqilliklə bağlı bizim məsələlərimiz nədir? 1. 89-cu ildə Azərbaycan SSR-nin suverenliyi haqqında Konstitusiya qanunu var idi. 91-ci ilin avqustunda azadlıq bəyannaməmiz var. 91-ci ilin oktyabrında isə Konstitusiya aktımız. Yəni 18 oktyabr Azərbaycanın müstəqilliyinin bərpası günüdür. Və Azərbaycan Respublikası AXC-nin hüquqi varisi elan edilir. Yəni bizim 3-cü Respublika 1-ci Respublikanın hüquqi varisi elan edilir. Yəni bizim müstəqilliyimiz oldu bu zaman 91-ci il oktyabr ayının 18-də. Təbii ki, müstəqillik varsa, müstəqillikdən sonra bu müstəqilliyin dövlətlər tərəfindən tanınma prosesi də var. Azərbaycanın müstəqilliyini tanıyan dövlətlər, bunlar hansılardır? İlk olaraq qeyd edək. Təbii ki, Türkiyədir, Pakistandır, Rumıniyadır, İsraildir. Bunlar bizim müstəqilliyimizi tanıyacaqlar. İlk olaraq tanıyan dövlətlərdəndir. Daha sonra 91-ci ilin artıq noyabr ayına gəldikdə Azərbaycan deyir ki, mənim daxilimdə Dağlıq Qarabağ Muxtar Vilayəti qala bilməz. Ona görə 91-ci ilin noyabr ayında Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilir. Sadəcə olur Dağlıq Qarabağ. DQMV ləğv edildi. Bayaq DQMV haqqında biz nə dedik? Dedik ki, 1923-cü ildə yarandı. 1989-cu ildə xüsusi idarə komitəsi mövcud oldu. 1991-ci ilin noyabrında da artıq biz öz müstəqilliyimizi bərpa etdikdən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin də statusunu ləğv eləyəcəyik. Ondan sonra 91-ci ilin dekabr ayına keçdikdə görəcəyimiz hadisələr nələrdən ibarətdir? Artıq SSR-nin də süqutana yaxındır. Biz də çıxmışıq, digər respublikalarında böyük bir çoxluğu çıxıb. Dekabr ayının 8-də Müstəqil Dövlətlər Birliyi yaradılır, MDB. Dekabr ayının 25-də də Qarbaçov istefa verir və bununla da SSR-i bir hüquqi subyekt olaraq varlığını itirir. Dekabr ayının 25-i Qarbaçovun istefası ilə SSR-i artıq süqut etdi. Hansı ki 1922-ci il dekabr ayının 30-unda yaranmış qurum 1991-ci il 25 dekabrda varlığını dayandırmış olacaq, varlığını saxlayacaq. Bu oldu bizim 91-ci ildə olan hadisələrimiz. Və əlavə olaraq bir məsələni də qeyd edəcəm ki, 91-ci ildə Azərbaycan müstəqil olduqdan sonra daxil olduğu ilk beynəlxalq təşkilat İslam Konfransı təşkilatıdır.
İslam Konfransı Təşkilatı. Bu 91-ci ildə olan əsas hadisələrimiz, diqqət yetirməliyik, müstəqilliyimiz nə zaman bərpa edildi, bayrağı nə zaman qəbul etdik, fikir verin, müstəqillikdən əvvəldir. Daha sonra ilk daxil olduğumuz beynəlxalq təşkilat, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər, SSR-nin süqutu və digər qeyd etdiyimiz məsələlər. Təbii ki, 91-ci ilin sonlarına yaxın ermənilər ümumiyyətlə 88-ci ildən etibarən Qarabağda aktiv fəaliyyətdədirlər və 91-ci ilin sonlarında bu fəaliyyətləri daha da artır, əsasən Xocalı istiqamətində və biz artıq 92-ci il hadisələrindən danışanda yavaş-yavaş ermənilərin Azərbaycan torpaqlarını, ardıcıl işğalını görəcəyik. Ona görə keçirik 92-ci il hadisələrinə. Bunu niyə burada əsasən boş saxladım? Çünki düzdür, bunu 92-ci ildə qeyd eləyəcəm. Gəlin elə indi qeyd eləyək, 92-yə qalmasın, hazır buradadır. Niyə? Çünki Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinə sədr seçildiyi dönəmdə, yəni seçiləndən sonra Naxçıvanın inkişafı ilə bağlı bəzi tədbirlər görür. Naxçıvanın, bu təbii ki Heydər Əliyevdir, buradan qeyd eləyək. Naxçıvanın blokadası ilə bağlı iqtisadi, nəqliyyat, nə bilim, enerji blokadası ilə bağlı Naxçıvan blokadada idi. Həmin o blokadada çıxmaqla bağlı İranla danışıqlar aparır, Rusiya ilə danışıqlar aparır, Türkiyə ilə danışıqlar aparır, Naxçıvanla bağlı nəqliyyat olsun, iqtisadi məsələlər, enerji təhlükəsizliyi bunları təminat altına alır. Məsələn, Naxçıvanda olan Rus qoşunları Naxçıvandan çıxarılır, Rus ordu hissələri. Belə bir körpü görürük biz 1992-ci ildə Sədərək, Dilucu, buna həm də Ümid Körpüsü də deyirlər, yaddan çıxarmayın, 92-ci ildədir. Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dönəmdədir. Əsas proseslərimiz bunlar. İndi bunları silək, keçək 92-ci ilə. 92-ci ili ilk olaraq biz başlayacağıq Azərbaycan ordusunun ilk planlı hərbi əməliyyatı ilə. 92-ci ilin əvvəlində, yanvar ayında ermənilər Şuşa şəhərini mühasirədə saxlayırdılar. Və Azərbaycan ordusunun ilk planlı hərbi əməliyyatı, deməli, gəldik 1992-yə. 1992-ci il ilk olaraq yanvar ayında biz ilk müstəqil Azərbaycan Respublikasının ilk planlı hərbi əməliyyatı Daşaltı əməliyyatını görürük. Daşaltı. Şuşanı mühasirədən çıxartmaq üçündür bu əməliyyat, amma uğursuzluqla nəticələnəcək. Yadımızda qalsın. Birdən yazarlar ki, sizə Daşaltı əməliyyatı Şuşanı işğaldan azad etmək üçün idi. Xeyr, qarışdırmayaq. Çünki 92-ci ilin yanvarında hələ Şuşa tutulmayıb, may ayında tutulacaq. Ondan sonra 92-ci ilin fevral ayında biz ermənilərin Xocalıda qırğın törətdiyini görürük. Xocalı faciəsi yanvarın 25-dən 26-sına keçən gecə. Xocalı faciəsində əsas iki şəxs adı keçir, milli qəhrəman adı ilə təltif olunacaqlar. Əlif Hacıyev və Tofiq Hüseynov. Bunları yadımızda saxlayırıq. Daha sonra 92-ci ilin mart ayında Azərbaycanda milli qəhrəman adı təsis edilir. Azərbaycan milli qəhrəmanı. Milli qəhrəman adı. Yəni bunu öyrənməyə ehtiyac yoxdur ki, ilk milli qəhrəman kimdir? Çünki artıq kitabdan da zaten çıxardıblar. İlk deyə bir şey yoxdur. 12 nəfərə eyni anda verilib. 92-ci ilin mart ayında Azərbaycanda milli qəhrəman adı təsis edilir. Sonra Xocalı baş verir. Xocalı faciəsi baş verəndən sonra Ayaz Mütəllibov təbii ki istefa verəcək. Yəni ki verməli idi də. Çünki faciənin qarşısını ala bilmir və prezident vəzifələrinin icrasına başlayır Ali Sovetin həmin dövr üçün sədri Yaqub Məmmədov. Yaqub Məmmədov olur, bu əsasən MİQ və sertifikasiya üçündür. Ayaz Mütəllibovun biz istefasını gördük, keçdi prezident vəzifəsi müvəqqəti olaraq Yaqub Məmmədova. Mart ayındadır bu prosesdə. 92-ci ilin aprel ayına gələndə ermənilər Kəlbəcərin Ağdaban kəndində faciə törədirlər. Aprel, Kəlbəcər, Ağdaban faciəsi. Ağdaban faciəsi, bunu yadımızda saxlayaq. Ondan sonra elə aprel ayında Yaqub Məmmədov Azərbaycan və Ermənistan arasındakı müharibədə atəşkəs əldə etmək üçün vasitəçi olan, həmin dövr üçün vasitəçiliyi nəzərdə tutulan dövlət İrana səfər edəcək. Və İrana səfər etmək məqsədi odur ki, İran Azərbaycanla Ermənistan arasındakı müharibədə vasitəçi rol oynasın. Bu danışıqların getdiyi dönəmdə, bir dənə bura yazım, İran vasitəçiliyi məsələsi,
vasitəçilik. Bu danışıqların getdiyi bir dönəmdə 92-ci ilin may ayında, mayın 8-də ermənilər Şuşanı işğal edirlər. Şuşanı işğal edirlər və İranın vasitəçiliyi etmək prosesi dayanır. Uğursuzluqla nəticələnir, alınmır. Çünki biz orada deyirik ki, gedək atəşkəs bağlayaq. Bunlar buradan gəlirlər, mayın 8-də Şuşanı işğal edirlər. Nəysə, Şuşadan sonra da mayın 17-sində Laçın işğal ediləcək və Laçının işğal edilməsi ilə ermənilər Dağlıq Qarabağla Ermənistan arasında bir dəhlizi ələ keçirmiş olacaqlar. Laçın dəhlizi. Biz buna dəhliz və yaxud testlərdə belə də qarşımıza çıxa bilər. Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqə yaradılır. Birbaşa əlaqə. Niyə birbaşa əlaqə? Xəritəyə də baxmış olsaz görərsiniz ki, Laçından Dağlıq Qarabağa, yəni Şuşaya keçid çox kiçik bir hissədir. Laçının biraz aşağısında xəritədə elə bir şey var. Azərbaycan xəritəsinə daxil olub baxa bilərsiniz. Mayın 17-sində də Laçın işğal edilir. Daha sonra nədən danışacağıq? Burada mən hələ ki daxil olduğumuz beynəlxalq təşkilatları qeyd eləməmişəm, çünki onları burada ayrıca qeyd eləyəcəm 92-ci ildə. 92-ci ilin digər hadisələrini yekunlaşdırsaq, 92-ci ilin iyununda Əbülfəz Elçibəy gələcək, prezident seçiləcək. İyun ayı Əbülfəz Elçibəy olacaq prezident. Elçibəyin dövründə 3 dənə məsələ var. Onları yadda saxlayın, sonra digər məsələlərdən onsuz da danışacağıq. Birincisi, Rus qoşunları, Rus ordu hissələri Azərbaycandan çıxarılır. Manat istifadəyə verilir. İstifadəyə verildi, belə yadda saxlayaq. Yeganə ödəniş Heydər Əliyevin dövründədir. Üçüncüsü isə imtahanlarda test üsulu tətbiq edildi. Test üsulu. May ayına bir dənə də hadisə yaza bilərik 92-ci ildə. Əslində bunun may ayında olmağını bilmək belə də gərəkli deyil. Bu hadisə Daşkənd müqaviləsidir 92-ci ildə. Elə buradan qeyd eləyək. Daşkənd müqaviləsi nədir? Daşkənd müqaviləsi keçmiş SSR-nin hərbi əmlakının bölüşdürüldüyü müqavilədir. Daşkənd müqaviləsi ilə SSR-2 var idi, dağıldı 91-ci ildə. SSR-nin hərbi əmlakı SSR-yə daxil olan dövlətlər arasında bölüşdürülür. Ümumi tarixdə də biz bunu görəcəyik ki, bu bölüşdürülmə nəticəsində nüvə silahı, SSR-nin nüvə silahı var idi axı 49-cu ildən etibarən. Nüvə silahı qalır Rusiya Federasiyasında. Sonra buna Ukrayna ilə Belorusiya etiraz edir. Sonra 94-cü il prosesləri, bunlar artıq ümumi tarixin mövzularıdır. Azərbaycan tarixində isə biz sadəcə keçir Daşkənd müqaviləsi, SSR-nin hərbi əmlakı bölüşdürülür. Onun müəyyən bir qismi də Azərbaycanın payına düşür. Daha sonra 92-ci ildə Əbülfəz Elçibəy prezident seçiləndən sonra 92-ci ilin yayında Azərbaycan ordusunun hərbi əməliyyatı var. Bu uğurlu hərbi əməliyyatımızdır. Ağdərə əməliyyatı. Ağdərə əməliyyatı. 92-ci ilin yayındadır. Uğurlu hərbi əməliyyatdır. Bu əməliyyat nəticəsində Dağlıq Qarabağın bir hissəsi və yaxud Dağlıq Qarabağın böyük bir hissəsi, əvvəl yazırlar təxminən yarısı Azərbaycan ordusu tərəfindən azad edilir ermənilərdən. Təbii ki, bizim bu uğurlarımızı görəndən sonra ABŞ 92-ci ilin oktyabrında Amerika Birləşmiş Ştatları azadlığı müdafiə aktına 907-ci düzəliş qəbul edir ki, Azərbaycana dövlət səviyyəsində hər cür yardımın qadağan olunması. 92-ci ilin oktyabrında ABŞ tərəfindən azadlığı müdafiə aktına 907-ci düzəliş görəcək. Bu belə. 92-ci il prosesləri bunlar. İndi 92-ci ilin içərisində biz Azərbaycanın daxil olduğu beynəlxalq təşkilatlardan danışacağıq. O təşkilatları silməyəcəm. Sıra ilə burada axıra qədər qalacaq. Bir dənə yadımızda salaq ki, bizim bayaq dediyim ilk daxil olduğumuz beynəlxalq təşkilat hansı idi? 1991-ci ildə daxil olduq İslam Konfransı təşkilatına. Sonra 1992-ci ilin ya yanvarı ya da fevralıdır İqtisadi Əməkdaşlıq Təşkilatına üzv oluruq. Ondan sonra 1992-ci ilin mart ayında, martın 2-sində BMT-yə üzv oluruq. Daha sonra 1992-ci ilin iyul ayında ATƏM-ə üzv oluruq. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi Təşkilatına. 91-də İslam Konfransı Təşkilatı, 92-ci ildə 1-ci İqtisadi Əməkdaşlıq Təşkilatıdır. 92-nin martı BMT-dir. 92-ci ilin iyul ayında isə ATƏM-ə qoşulduq. Bu da oldu 92-ci ildəki digər hadisələrimiz. İndi bunları silək, keçək 93-cü ildəki hadisələrimizə. Görək 92. Bu arada bunu da deyim, elə hazır 92-nin oktyabrını dedik.
92-ci ilin noyabr ayında Naxçıvan Muxtar Respublikasında yeni partiya yaranır. Yeni Azərbaycan Partiyası. Partiyanın sədri də ki, təbii ki, Heydər Əliyev olacaq. Bunlar getdi. Gəldik 93-cü il hadisələrinə. Görək 93-cü ildə hansı hadisələrimiz baş verib. Son 2 ilimiz qalıb. 93 və 94-cü il yavaş-yavaş yekunlaşdırır. Deməli, 93-cü ilə gəldikdə, 93-cü ildə nələr görəcəyik? 1993. 93-cü ilin yanvarında məncə elə bir şey yoxdur, fevralda da yoxdur. Yəni 93-cü ildə əsas hadisəmiz Kəlbəcərin işğalı ilə başlayır. 1993-cü ilin aprel ayında ermənilər Kəlbəcəri işğal edirlər. Kəlbəcər işğal edildi və Kəlbəcər işğal edilən zaman Kəlbəcərdə Başlıbel faciəsi törədildi. Başlıbel. Bayaq 92-ci ilin aprelində Ağdaban faciəsi idi. İndi isə 1993-cü ilin aprelində Kəlbəcər işğal edilən zaman Kəlbəcərdə Başlıbel faciəsi törədilir. Kəlbəcərin işğalı Azərbaycanda həmin dövr üçün hakimiyyət böhranının dərinləşməsinə səbəb olur. Bir də Kəlbəcər işğal edildikdən sonra BMT Kəlbəcərin işğalı ilə bağlı qətnamə qəbul edir. Ümumiyyətlə 93-cü ildə işğal edilən ərazilərimizlə bağlı BMT-nin qətnamələri var. Yadda saxlayın, 93-də işğal edilən ərazilərlə bağlıdır bu. Kəlbəcərlə bağlı ilk qətnamədə Kəlbəcərlə bağlıdır, 822 nömrəli qətnamə. Aprelində Kəlbəcər işğal edilir. Azərbaycanda hakimiyyət böhranı baş verir. Qarışıqlıqlar var. Bu qarışıqlıqların gedişində iyun ayında bir Gəncə böhranı var. Gəncə qiyamı, Sürət Hüseynov. Bir də Azərbaycanın cənubunda separatçı qüvvələr var. Separatçı qüvvələr. Yəni, bunları biz əvvəl belə deyirdik. Əlikiram Bayramov, Hümbətov. Mən sizə desəm ki, mən illərdir bunları qarışdırıram. Yəni ki, Əlikiram Bayramov, bunun hansı müğənnidir, hansı bu adam idi? Əlikiram Bayramov. Məncə bu müğənnidir. Əlikiram Hümbətov. Burada Əlikiram Hümbətovdur. Talış Muğan Respublikası. İndi onun çox da adını qeyd eləmirlər. Əsas qeyd edilən proses Azərbaycanın cənubunda separatçı qüvvələrlə mübarizənin aparılmasıdır. Təbii ki, separatçı qüvvə dedikdə biz burada ermənilər də deyə bilərik. Burada bir problem yoxdur. Sadəcə cənubdakı qüvvələr də belə qeyd edirlər. Gəncədə Sürət Hüseynovun hadisələri olur. Belə olduqda Elçi bəy Heydər Əliyevi Bakıda dəvət edir və Sürət Hüseynovdan danışıqlara gedir Heydər Əliyev. Bu danışıqları həyata keçirdir. Ondan sonra iyun ayının 15-də Heydər Əliyev Azərbaycan iyunun 15-də Azərbaycan Ali Sovetinə sədr seçilir Heydər Əliyev. Və biz bu günü 1993 iyunun 15-ni 1997-ci ildən etibarən Milli Qurtuluş Günü olaraq qeyd edirik. 97 hadisələrin içərisində onu qeyd edəcəyik. Heydər Əliyev Azərbaycan Hökumətinin Ali Sovetinə sədr seçildikdən sonra bir neçə gün sonra Elçi bəy gedəcək Naxçıvana, Kələkiyə. Ondan sonra Ali Sovet belə bir qərar qəbul edəcək ki, prezident vəzifələrinin icrası da Heydər Əliyevə verilsin. Ta ki 93-cü ilin oktyabrında rəsmi prezident seçilənə qədər prezident vəzifələrinin icrasını da edəcək. Və iyul ayından etibarən ermənilər tərəfindən 93-cü ildə ardıcıl işğal edilən rayonlarımız var. Onları yazacağım bura. İyulda Ağdam və Ağdərə, Ağdam, daha sonra avqustda Füzuli, Cəbrayıl və Qubadlı, daha sonra Zəngilan, oktyabr ayında, oktyabrın 29-unda da Zəngilan. Bunlar ermənilər tərəfindən işğal edilir. 92-ci ildə 3 rayonumuzu tutdular, Xocalı, Şuşa və Laçın. 93-cü ildə isə Kəlbəcər, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan. Görürsünüz 7 dənə. Biz həmişə belə Dağlıq Qarabağ və ətrafındakı 7 rayon. Ondan sonra 93-cü ildə sentyabr ayına gəldikdə biz sentyabrda Azərbaycanın MDB-yə üzv olduğunu görürük. MDB, Müstəqil Dövlətlər Birliyinə üzv oluruq. Yazırıq bura 1993 sentyabr Müstəqil Dövlətlər Birliyi. Daha sonra 1993-cü ilin oktyabrında Azərbaycanda prezident seçkiləri keçirilir və Heydər Əliyev Azərbaycanın birinci prezidentliyini gəlir. Heydər Əliyev birinci dəfə Azərbaycana prezident seçiləcək.
Burada qarışdırmalı olmadığımız məsələlər var. Bunlar nələrdir? Heydər Əliyevin Azərbaycanın rəhbərliyi dönəmləri. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi qarışdırmayın. Birinci rəhbərliyi, birinci prezidentliyi demək deyil. Heydər Əliyevin birinci rəhbərliyi Azərbaycana 1969-1982-ci illərdə olub. İkinci rəhbərliyi isə onun prezidentliyi dönəmləridir. Yəni 1993-2003-cü illər aralığı. Bu ikinci rəhbərliyidir. İkinci rəhbərlik özü də iki dövrə bölünür. Birinci prezidentlik dövrü 1993-98 və ikinci prezidentlik dövrü 1998 və 2003-cü illər. Bunu qarışdırmayın qətiyyən. Testlərdə də istifadə edəcəklər, diqqətli olmaq lazımdır. Heydər Əliyev prezident seçildikdən sonra ermənilərin Beyləqan istiqamətində bir hücumları təşkil edilir. Bunun əvvəl kitablarımızda Beyləqan istiqamətində ermənilərin tank hücumu qeyd edirdilər. Ermənilər Beyləqan istiqamətində hücuma başlayırlar, amma bu hücumun qarşısı alınır. 93 dekabrındadır. Daha sonra 93 dekabrında Azərbaycan ordusu Horadiz əməliyyatına başlayır. İndi o əməliyyat haqqında əsasən 94-cü il hadisələrində qeyd ediləcəyik. Bunlar oldu 93-cü il hadisələrimiz. Bir də bir şey yazacağım burada sizə, onu da yadda saxlayın. Azərbaycanın dövlət atributları. Dövlət atributları. Dövlət atributlarımız hansılardır? Bayraq, himn və gerb ardıcıllıqda zaten belədir. 1991-ci ilin fevralında bayraq qəbul edilir. Onda hələ müstəqillik deyildi. Oktyabrın 18-də müstəqilliyimizi bərpa eləyəcəyik. 1992-ci ildə himndir. 92-ci ilin may ayında, 1993-cü ilin yanvarında da gerbdir. Gerb. Deməli, bunların biri bayraq müstəqillikdən öncədir, dövlət müstəqilliyinin bərpasından öncə, çünki 91-in fevralındadır. Digər ikisi isə müstəqillik dövrünə düşür, himn, gerb və bunların heç biri Heydər Əliyevin prezidentliyi dönəminə düşmür. Çünki Heydər Əliyev oktyabrda gəlib, ən son gerb yanvardadır. Aydındır mı? Keçirik 94-cü ilə və 94-cü ilə qeyd edib yekunlaşdıracağıq. Nəsə mən yavaş-yavaş danışdım. Deyəsən çox uzun oldu. Oha, 45 dəqiqədə danışıram. Yaxşı. Tez-tez danışanda da deyirsiniz, mənimlə tez-tez danışırsınız. Bunun hamısının çarəsi var. Valla indiki dövrdə YouTube-da görürsünüz tez-tez danışıram. Sürəti azaldın. Görürsünüz yavaş-yavaş danışıram, sürəti çoxaldın. Mən heç yavaş-yavaş danışan deyildim. Sadəcə boğazım ağrıyır deyə ona görə yavaş-yavaş danışıram. Eybi yox. 94-ü... Ay, bunları da sildim. Var mı ki yaddaşı? Yaddaşı yoxdur ki. Gəldik 94-cü ilə. 1994-cü ildə olan hadisələrimiz nələrdir? İlk olaraq biz burada Horadiz əməliyyatından danışacağıq. Horadiz əməliyyatı. Horadiz əməliyyatı Azərbaycan ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatdır. Ümumiyyətlə, müstəqillik dövründə 4 dənə hərbi əməliyyatımız var. Bunlardan Daşaltı uğursuz oldu. 92-ci ildə Ağdərə uğurlu oldu, 92-ci ildə. Sonra Horadiz əməliyyatı da 94-cü ildə uğurlu olacaq. Sonra Murovdağ əməliyyatı da uğursuz olacaq. Horadiz əməliyyatı nəticəsində biz 3 dənə rayonda hərbi əməliyyatlar və belə deyək də azad olunmuş ərazilər görürük. Füzulinin Horadiz qəsəbəsi və 22 kəndi, Cəbrayılın Cocuq Mərcanlı kəndi və Kəlbəcərin bəzi əraziləri. Bunlar işğaldan azad edilirlər. Ondan sonra Azərbaycan ordusu Kəlbəcər istiqamətində yürüşlərini davam elətdirir, hücumlarını davam elətdirir və Murovdağ əməliyyatı olur. Murovdağ əməliyyatı fevral ayında, Murovdağ əməliyyatı isə uğursuzluqla nəticələnir. Deməli, 4 dənə hərbi əməliyyatımız var. Birinci və axırıncılar uğursuzdur. Ağdərə ilə Horadiz əməliyyatı isə uğursuzdur. Füzulinin 22 kəndi və Horadiz qəsəbəsi, Cəbrayılın Cocuq Mərcanlısı, Kəlbəcərin də bəzi ərazilər işğaldan azad edilir. Yəni Füzuli və Cəbrayıl rayonunun İranla sərhədləri müəyyən bir hissəsi bizim tərkibimizdədir. Tam sərhəd ermənilərin əlində deyil, bəzisi bizim tərkibimizdədir. Sonra 94-cü ili davam elətdirəndə biz burada şeydən danışa bilərik. 94-cü ilin may ayına gələk. 94-cü ilin mayın 8-də atəşkəslə bağlı protokol imzalanır. 12-sində də qəbul edilir. 94-cü ilin mayında Bişkek protokolu. Bişkek protokolu ilə Azərbaycanla Ermənistan arasında atəşkəsə vasitəçi dövlət təbii ki Rusiya. Vasitəçimiz də Rusiyadır. 94-cü ilin mayında Bişkek protokolu ilə 1-ci Qarabağ müharibəsi bitdi. 88-də deportasiya ilə başladı, 94-cü ildə Bişkek protokolu ilə bitdi. Daha sonra 94-cü ilin mayında Budapeşt samiti də var. ATƏM-in Budapeşt samiti.
Bu Budapeşt samiti bizim üçün o məsələ ilə bağlı önəmlidir ki, ATƏM olur ATƏT, ATƏM olur ATƏT və ATƏT-in Minsk qrupunun həmsədrlər təsisatı yaradılır. Qarabağ məsələsini həll etmək üçün həmsədr olan ölkələr də ABŞ-dır, Rusiyadır və Fransadır. Minsk qrupunun həmsədrlər təsisatı yaradıldı. Ondan sonra 94-cü ilin yavaş-yavaş digər hadisələrindən danışsaq, nələrdən qeyd eləyəcəyik, sosial-iqtisadi həyata falan keçsək. Ən önəmli məsələlərdən biri 94-cü ilin sentyabr ayının 20-sində əsrin müqaviləsinin imzalanmasıdır. Əsrin müqaviləsi neft satışı ilə bağlı Azərbaycanın 8 ya 7 dünya dövləti ilə imzaladığı müqavilə, əsrin müqaviləsi nefti 94-cü ilin sentyabrın 20-sində imzalanıb. Daha sonra 94-cü ildə Manat ölkə ərazisində yeganə ödəniş vasitəsi elan edilib. Ödəniş vasitəsi, yəni manatı dövriyə buraxan desə, dövriyə buraxılması desə, bu Elçi bəyin dövründədir 92-ci ildə, amma ölkədə yeganə ödəniş vasitəsi olması Heydər Əliyevin dövründədir 94-cü ildə. Biz 94-cü ildə açıq qapı siyasəti görürük. Açıq qapı siyasəti xarici siyasətin başladı. Xarici ticarətin sərbəstləşdirilməsi deməkdir. Açıq qapı və yaxud xarici ticarətin sərbəstləşdirilməsi. Sonra 94-cü ildə əhalinin sosial müdafiəsi fondu yaradılır. Sosial müdafiəsi fondu və yaxud bunu başqa adına da görə bilərsiniz. Dövlət sosial müdafiə fondu eyni şeydir də. Əhalinin sosial müdafiəsi fondu və yaxud dövlət sosial müdafiə fondu, bunlar hər biri eyni şeylərdir. Bunlar da oldu 94-cü il hərbi əməliyyatlarımız, digər proseslər və digər məsələlər. Bir də 94-cü ildə biz yenə bir təşkilatın bir qoluna üzv olmuşuq. Bu da 1994-də yenə NATO-nun sülh naminə tərəfdaşlıq proqramına. NATO sülh naminə tərəfdaşlıq proqramına. Bu da oldu 94-cü il hadisələrimiz. 94-cü il hadisələrimizdə dedik və bu hissəni yekunlaşdırdıq. Bu hissəni öyrəndinizsə, ona görə mən bunu böldüm 88-94. Çünki bu hissəni öyrəndinizsə, elə bir ki, dərsin bir 70% getdi. Bundan sonraki dövrlərdə, məsələn, bura mən artıq 94-də görürsünüz nə qədər hadisə yazmışam. Yazacağım 95 2 dənə hadisə, 96 2 dənə hadisə, 97 3 dənə hadisə. Belə gedəcək bundan sonraki dövr. Məsələn, bəzi illər olacaq ki, heç onlarda hadisə yoxdur, bir şey qeyd eləməyəcəyik. Aydındırmı? Bu hissəni yaxşı öyrənin, bazanı burada yaxşı formalaşdırın, digərləri sizin üçün asan da olsun. Tək çətinliyiniz bu bölmələdir. Nəysə, bağlayandan sonra silərəm də zaten. İzlədiyiniz üçün təşəkkür edirəm. Yəqin ki, 95-2003 hissəsi sabah yüklənəcək, növbətisi isə ikinci gün yüklənəcək. Ardıcıl 3 gündə belə yükləyəcəm. Siz də yüklədikcə qeyd eləyin, öyrənin, testlərdə işləyin. Qəbulda bir dənə sualımız düşəcək. Əsasən indi mayda imtahan verən abituriyentlər də onlar üçün və gedək bu imtahan nəticəmizdə yaxşı edək. Əsas necə öyrənin? Qarabağ müharibəsinin, müstəqilliyimizin bərpası nə vaxt oldu? Daha sonra Azərbaycan daxil oldu beynəlxalq təşkilatlar, belə şeylər. Belə. Sağ olun, növbəti dərsdə görüşənə qədər hələlik.